Elektron reseptin üstünlüyü nələrdir? Səhiyyə rəsmisi açıqlayır. Elektron resept sistemi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayan innovativ bir yanaşmadır. Bu fikirləri 93 FM dalğasında yayımlanan Sağlam Radioda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmov açıqlayıb. Onun sözlərinə görə elektron reseptin real vaxt rejimində sistemə daxil edilməsi, onların dərhal apteklər tərəfindən əldə olunmasına imkan yaradır. Sevinç Məhərrəmova qeyd edib ki, bu reseptlərin hazırlanması və istifadəsi prosesini sürətləndirir, həm də həkim və pasiyent üçün əlavə rahatlıq təmin edir. Ənənəvi reseptlərdə rast gəlinən oxunmazlıq və anlaşılmazlıq elektron reseptlərdə aradan qaldırılır. Sistem vasitəsilə dərman vasitələrinin molekulyar tərkibi göründüyü üçün qarşılıqlı təsirləri, doza uyğunsuzluğu və allergik risklər əvvəlcədən təhlil edilə bilər ki, bu da pasiyent təhlükəsizliyini artırır və müalicə keyfiyyətini yüksəldir. Elektron resept sistemi pasiyentin dərman istifadəsi tarixçəsini mərkəzləşdirilmiş şəkildə saxlanılmasına imkan yaradır. Həkimlər bu məlumatlara əsaslanaraq daha düzgün müalicə planı hazırlaya bilir. Eyni zamanda təkrar reseptlərin verilməsi də sadələşir deyə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi qeyd edib. Sevinç Məhərrəmova bildirib ki, elektron reseptlərin sistem üzərindən izlənilməsi saxtakarlıq hallarının qarşısını da alır.